Hazırlanması ilə bişməsi 20 dəqiqəmizi alan möhtəşəm dadla qarşınızdayım. Mən buna pirajki deməyəcəm, çünki tamamən fərqli bir reseptləndir. Rus babuşkasından götürmüşəm, sizlərlə də bölüşürəm. 1 stəkan yarım qatığın üzərinə 2 yumurta, 1 qabartma, 1 çimdik duz, 1 dolu xörək qaşığı duru yağ, 4 stəkan yarım da un əlavə edib xəmir yoğuranda yoğururuq. Ələ yapışmayan yumuşaq, həfif xəmir alınır. Xəmiriniz biraz yumuşaq olarsa un əlavə eləyə bilərsiniz. Yox, bərk olarsa 1-2 xörək qaşığı da qatıq artıra bilərsiniz. Daha sonra xəmirimizi heç gözlətmədən un səpilmiş dəzgahın üzərində yayıb, belə mən krujka vasitəsilə eyni ölçülərdə böldüm. İçliyi də zövqə görə kartoşka, ət, qarın, nə istəsəz doldura bilərsiniz. Daha sonra qızmar yağda qızardırıq. İnanın, möhtəşəmin ötəsidir. Belə bir dadda pirajki yeməmisiniz, əmin olun. Üzəri xırçıltılı, nazik xəmirlə, içi dop dolu.